Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, kıymetli kardeşler, alemlerin Rabbi olan Allah'a sonsuz hamd senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe kadar onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası ve bereketi olsun. Əziz kardeşler, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı ve köməkliyi ile büyük hadis alimi Hafiz Ən-Nəvavi rahimehullah'ın 40 hadis kitabını oxumağa devam edirik. Bugün uca Allah'ın müvəffəqiyyəti ile 11. hadisə başlayırıq. Bu hadis Ebu Muhammed El-Hasan İbn Ali radıyallahu anhuma'dan rivayet olunub. Muhammed'in atası Ali İbn Abi Talib'in oğlu Hasan, Allah Resulü sallallahu aleyhi ve sellemin nəvəsi. Allah ondan ve atasından razı olsun. Buyurur ki Hasan radıyallahu anhu, hafiztu min Rasulillahi sallallahu aleyhi ve selleme da' ma yeribuke ila ma la yeribuke. Seni şüphelendiren şeyi terk et, seni şüphelendirmeyeni götür. Seni şüphelendiren şeyi terk ele, ondan ayrıl, üst tut seni şüphelendirmeyen şeye. Bu hadisi İmam Tirmizi ve İmam Nesai rivayet etmiştir. Hadis Hasan sahihtir. Değerli kardeşlerim, 40 hadis içerisinde birinci hadistir ki Bukhari ve Müslim'den kenarda rivayet olunub. Bugüne kadar okuduğumuz 10 hadis Sahih el-Bukhari'de ve Sahih el-Müslim'de rivayet olunurdu. Ya her ikisinde birlikte ya da Allah güzeldir ve güzel olanı kabul edir hadisi kimi ancak Müslim'de. Bu hadis ise Bukhari ve Müslim'den kenarda Tirmizi ve Nesai rahimahullah'ın Sünen eserlerinde gelir. Hadisi Peygamber sallallahu aleyhi ve sellemin nəvəsi Hasan, Allah ondan vatasından razı olsun, rivayet edir. Mesela bugün mevzumuz meşhur sahabe, Allah Resulü sallallahu aleyhi ve sellemin sevimli nəvəsi Hasan İbni Ali hakkındadır. Hasan İbni Ali, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin kızı Fatime'nin oğludur. Ali İbni Abi Talib'in Fatime radıyallahu anhadan dünyaya gelen evladıdır. Hasan, kardeşi Hüseyin'le birlikte Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin reyhan kokulu iki gülüdür. Peygamber sallallahu aleyhi ve sellemin kız nəvəsidir. Hasan radıyallahu anhu hicretin 3. ilinde Ramazan ayında dünyaya gelmiştir. Hicretin 3. ili Allah Resulü sallallahu aleyhi ve sellem Mekke'den Medine'ye hicret ettikten 3 il sonra Ramazan ayının ortasında Medine şehrinde dünyaya gelmiştir. Hasan radıyallahu anhu kunyesi Ebu Muhammed'dir. Muhammed'in atası ve Peygamber sallallahu aleyhi ve sellemin kızı Fatime'nin oğludur. Yani Hasan Peygamber sallallahu aleyhi ve sellemin kız nəvəsi sayılır. Değerli kardeşlerim, fayda için qeyd edim ki Allah Resulü sallallahu aleyhi ve sellemin oğlanlarından nəvəsi olmamıştır.
Yəni onun nəvələri qızlarından olub. Nəsli, zürriyyəti qızlarından davam edir, amma oğlanlarından İbrahim, Qasim, Abdullah, onlardan dünyaya övladları gəlməyib. Üçü də yəni erkən yaşlarında dünyaları dəyişiblər. Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən radiyallahu anhunun fəziləti haqqında çoxlu hədislər söyləmişdir. İlk öncə Peyğəmbər sallallahu aleyhi və səlləmin onu adlandırması və onun üçün əqiq kəsməsi. Buyurur ki, İmam Əhməd İbn Həmbəl Əli ibn Əbi Talib'dən rəvayət olunan hədisdə Ləmmə vulidəl Həsən səmmeytuhu harbən. Həsən dünyaya gələn zaman mən onun adını hərb qoydum. Fəcəə Rasulullah sallallahu aleyhi və səlləm. Bu vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, fəqalə, dedi, əruni ibni, oğlumu mənə göstərin. Mə səmmeytuhu, onun adını nə qoymusunuz? Qalə qultu hərbən. Mən dedim ki, onun adını hərb qoymuşam. Qalə bəl huvə Həsənun. Peyğəmbər s.ə.v dedi, xeyr, onun adı Həsəndir. Həsən radiyallahu anhuya adın məhz babası Muhammed sallallahu aleyhi və səlləm vermişdir. Kunyəsi Əbu Muhammeddir. Və Həsənin anası deyir ki, Fatimə radiyallahu anhə Seyyidətu nisai əhlil cənnə, cənnət qadınlarının ağası. Və Həsən Peyğəmbər sallallahu aleyhi və səlləmə ən çox bənzəyən şəxs olmuşdur. Ənəs İbn Məlik radiyallahu anhu deyir ki, ləm yəkun əhədun əşbəhən nəbiyyə sallallahu aleyhi və səlləmə min Həsən İbn Əli. Həsən İbn Əli kimi Peyğəmbər sallallahu aleyhi və səlləmə oxşayan heç kim yox idi. İmam Buxari rahiməhullah Uqbə İbn Hərifdən rəvayət edir ki, günlərin bir günü Əbu Bakır radiyallahu anhu namaz qılır. Asr namazını. Sonra çıxır məsciddən və yeriyir. Yanında da Həzrəti Əli, Əli ibn Əbi Talib olur. Yeriyərkən Həsəni görür. Uşaqlarla oynayan yerdə. Və Həsəni alır qucağına, qaldırır çiyinlərinə. Deyir ki, atam sənə fəda olsun. Peyğəmbərə oxşayır, Əliyə yox. Və o bunu deyən zaman yanında Əli ibn Əbi Talib radiyallahu anhu gülüb təbəssüm edir. Bu da Əbu Bakır və Əlinin nə qədər yaxın iki səhabı olmağını göstərir. Eləcə də Əbu Bakırın, Allah ondan razı olsun, Həsəni nə qədər çox sevdiyini açıq-aşkar dəllidir. Peyğəmbərə oxşayır, atasına yox. Və bunu deyən zaman Həzrəti Əli, Allah ondan razı olsun, gülür. Hafizə Zəhabi rahiməhullah buyurur ki, Kənəl İmamul Həsən ibn Əli seyyidən. Həsən ibn Əli həqiqətən də seyyid idi. Və vəsimən, və cəmilən, və aqilən, və razilən, və cəvadən, və muməddəhən, və xayyiran, və deyyinən, və ri'an, muhtəmişən, kəbirə şə'ni. Çox məqamlı, dərəcəsi uza bir şəxs idi. Gözəl idi, görünüşü, siması, ağıllı idi. Hətta onun ağıllı olmağını ki, az sonra oxuyacağıq, müsəlmanlar arasında baş verən fitnədə vermiş olduğu qərarı ilə. Həsən radiyallahu anhu çoxlu zövcələri olması ilə məşhurdur. Çox evlənib. Həsən radiyallahu anhu hətta yəni ən az 4 zövcəsi olurdu. Ən az 4 zövcəsi olurdu. Məsələn, bəzilərin boşuyurdu, sonra onun yerinə tələsini də alırdı. Yəni, heç vaxt 3 zövcəli, 2 zövcəli qalmazmış, ən azı 4 zövcəsi olarmış. Və Əli ibn Əbi Talib Kufə əhlinə deyir ki, Lə tuzavvicul Həsən ibn Əli fə innəhu mitlaqun. Qızlarınızı Həsənlə evləndirməyin. Həzrəti Əli, Allah ondan razı olsun, Kufə cəmaatına deyir ki, qızlarınızı Həsənlə evləndirməyin, çünki o boşuyur. Yəni, qadınları boşayır. Fəyəqulunə, Kufə əhli deyir ki, Vallahi, yə əmirəl müminin.
Allah'a and olsun ki, ey möminlərin əmiri Həzrəti Əli, "Ləv xatibə ileynə kullə yevmin ləzəvvəcnəhu minnə mən şəə." Əgər o hər gün bizdən bir qız ilə evlənmək istəsə, biz qızlarımızı ona verərik. İbtiğaən fi sahri Resulillah sallallahu aleyhi və səlləm. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin əhl-i beytindən olmaq fəzilətinə çatmaq üçün. Hər gün qızlarımızdan hansı ilə evlənmək istəsə ona verərik. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmin əhl-i beytindən olmaq dərəcəsinə çataq deyər. Həsən ibn Əli radiyallahu anh'ın çox uşaq olub. Rəvayətlərdə gəlir ki, 25 oğlu, 8 isə qızı olub. Həsən ibn Əlinin fəziləti. Və İmam Buxari və İmam Muslim Əbu Hureyradan rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Həsən haqqında demişdir: "Allahummə inni uhibbuhu." Allahım, həqiqətən də mən Həsəni sevirəm. "Fəəhibbəhu və əhbib mən yuhibbuhu." Sən də onu sev və onu iman əhlinə, insanlara sevdir. Allahım, mən Həsəni sevirəm, sən də onu sev və onu sevəni sən də sev. Onu kim ki sevir, sən də onu sev. Və bu hədis İmam Buxari və İmam Muslim rahimahullahın kitablarında gəlir. Və Hafizən Nəvavi rahimahullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahım, mən onu sevirəm, sən də onu sev və onu sevəni sev. Bu onu göstərir. Demək, Həsən radiyallahu anhunu sevməyin fəzilətin və onun nə qədər üstün olmağın hər bir müsəlmanın, müminin qəlbində Peyğəmbər sallallahu aleyhi və səlləmin reyhan ətirli iki nəvəsi Həsənə və Hüseynə qarşı məhəbbət sevgi olmalıdır. Onları sevəni Allah da sevir. Onları sevəni Allah da sevir. İmam Tirmizi rahiməhullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyn haqqında deyir: "İnnel Həsənə vəl Hüseynə humə reyhanətəni minəd-dünya." Həsən və Hüseyn mənim bu dünyadakı reyhan qoxulu iki nəvəmdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin Həsəni və Hüseyni reyhana bənzətməsini alimlər buyururlar ki, yəni onlar həqiqətən də ikisi də gözəl idi. İkisi də gözəl idi, əxlaqları, həmçinin yaradılışları gözəl idi, dinlərində gözəl idilər, ibadətlərində yaxşı idilər, salih əməl sahibi idilər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu üstünlüklərinə görə onları reyhan ətirli iki nəvəm adlandırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm yenə Həsənin fəziləti haqqında deyir ki, "İnnəbni hədə seyyidun." Mənim bu oğlum seyyiddir. Və ləalləlləhə ən yuslihə bihi beynə fiəteyni aziməteyni minəl muslimin. Allah Teala iki əzəmətli, iki böyük müsəlman tayfasını onun əli ilə barışdırıb bir-biri ilə mehriban edəcəkdir. Dəyərli qardaşlarım, həqiqətən də bu baş verir. Bu hadisənin baş verməsi Həsənin əli ilə, Allah ondan razı olsun, iki əzəmətli, lakin aralarında ixtilaf olan müsəlman tayfasının birinin başçısı Həzrət Əli idi, o birinin başçısı Həzrət Muaviyyə idi. Barışmağının, mehriban olmağının demək Peyğəmbər s.ə.v möcüzəsi idi. Peyğəmbər s.ə.v-in möcüzəsi idi. O həqiqətən də sadiqul məsduq, doğru söyləyən və doğru söyləməsi təsdiqlənən idi. Və dəyərli qardaşlarım, Həsən radiyallahu anhu ilk öncə Osman radiyallahu anhu, Allah ondan razı olsun, xilafəti və zamanı faciəvi şəkildə qətlə yetirilir. Məzlum olaraq qətlə yetirilir və onun qətli ilə müsəlmanlar arasında elə bir qapı açılır ki, onun narahatçılığı, onun ağrısı və acısı indiyənə qədər davam edir. İndiyənə qədər davam edir və bu fitnə qapısı idi. Bu fitnə qapısı idi. Və Osmanın vəfatından sonra demək iki tayfa bir-biri ilə ixtilaf etdi. Muaviyə
Allah ondan razı olsun, Şamda oranın cemaati ile birlikte Halife Hazreti Əli'dən tələb etdi ki, Osman'ın qisası dərhal alınsın. Osman'dan sonra hakimiyyətə Hazreti Əli gəldi və paytaxt olaraq özünə İraq-ı Kufəni seçdi. Əli radiyallahu anhu qərarı bu idi ki, ilk öncə müsəlmanlar arasında olan fitnə sakitləşsin, söz-söhbət dayansın, ondan sonra Osman'ın qatillərin qisas məsələsinə baxılacaq. Muaviyə isə tələb eləyirdi ki, birinci qatillər tapılıb, intiqam alınsın, sonra bununla müsəlmanlar arasında fitnə yatacaqdır və bu, demək, söz-söhbət böyüyür. Hətta o dərəcəyə gəlir, çatır ki, Sıffeyndə iki əzəmətli müsəlman dəstə bir-birinə qılınc çəkir. Bir tərəfdə Muaviyə, Şam cəmaatı ilə birlikdə, Allah ondan razı olsun. Bir tərəfdə də Əli, İraq cəmaatı ilə birlikdə, Allah ondan razı olsun. İki müsəlman dəstə, demək, döyüşürlər və arada ixtilaf düşür. Və bu ixtilaf səbəb olur müsəlmanların iki tayfaya bölünməsinə və Həsən radiyallahu anhunun xilafətində də bu davam edir. Atası Əlidən sonra hakimiyyətə özü gəlir və görür ki, bu qan dayanmır. Söz-söhbətlər, ixtilaflar davam edir və Həsən məhz ixtilafları dayandırmaq üçün, fitnənin, fəsadın qabağını almaq üçün xilafəti verir Muaviyəyə. Allah ondan razı olsun. Xilafəti verir Muaviyəyə və dəyərli qardaşlarım, həmin il Muaviyə hakimiyyətə gəldiyi il bütün bu söz-söhbətlər, ixtilaflar dayanır. Müsəlmanlar birləşib cəmaat olurlar. Və o il adlanır cəmaat olmaq ilə. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi burada öz yerini tapır. Mənim bu oğlumun əli ilə iki əzəmətli müsəlman tayfası bir-birinə barışacaq. Həqiqətən də Həsən radiyallahu anhunun fəziləti olaraq o iki əzəmətli müsəlman tayfa bir-birinə barışır və sülh, əminamanlıq, qardaşlıq olur. Söz-söhbət, fitnə, qanaxmaq dayanır. Hədis bizə onu göstərir ki, hər iki tərəf də müsəlman idi. Və hər iki tərəfdə əzəmətli, fəzilətli müsəlmanlar idi. Həm Muaviyə tərəf, həm də Əli tərəf. Çünki Peyğəmbər s.ə.v buyurur ki, "Taifəteyni minəl mu'mininə", möminlərdən iki tayfa. Başqa hədisdə isə gəlir ki, "Fiəteyni aziməteyni minəl musliminə", müsəlmanlardan iki əzəmətli tayfa. Hədis onu göstərir, hər iki tərəfdə mömin müsəlman idi və hər iki tərəfdə əzəmətli, fəzilətli insanlar. Lakin ixtilaf idi. Aralarında düşmüşdü. Və Həsən radiyallahu anhu bu ixtilaflara son qoyur və barışırlar. Tirmizi rahiməhullah buyurur ki, "Kənə Rasulullah sallallahu aleyhi və səlləmə yaxtubuna." Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün xutbə verirdi. "İz ca'al Hasan vəl Huseyn aleyhimə qamisani əhmərani yemşiyani və ya'tharani." Peyğəmbər sallallahu aleyhi və səlləm xutbə verən zaman Həsən və Hüseyin üzərlərində qırmızı paltarı ilə gəlirlər. Girirlər məscidə. Gah yeriyirlər, gah yıxılırlar. Gah yeriyirlər, gah çox uşaq olurlar. Peyğəmbər s.ə.v xutbə verən zaman Bureydə radiyallahu anhu deyir, Həsən və Hüseyin girir məscidə. Üzərlərində iki qırmızı rəngdə paltar var idi. Və gah qaçırlar, yeriyirlər, yıxılırlar. Fənəzələ Rasulullah sallallahu aleyhi və səlləmə minəl minbəri فَحَمَلَهُمَا وَوَضَعَهُمَا بَيْنَ يَدَيْهِ. Və Peyğəmbər sallallahu aleyhi və səlləm minbərdən düşür və onları alır ikisini də qucağına. Sonra uca Allahın bu ayəsini oxuyur. İnnəmə əmvalukum və əvladukum fitnə. Həqiqətən də sizin mal mülkünüz və övladlarınız sizin üçün fitnədir, yəni imtihandır. Yəni dünyanın bəri bəzəyidirlər. Baxın, Peyğəmbər xutbəni dayandırır. Xitab etməyi dayandırır, minbərdən düşür, nəvələrin, o şirin halların, yəni gözəl geyiniblər, məsciddə ora qaçırlar, bura qaçırlar, yıxılırlar, Peyğəmbər s.ə.v dözə bilmir. O bəri, o bəzəyi, o şirinliyi dayana bilmir və düşür minbərdən, xutbəni dayandırır, alır onların ikisini də qucağına və öpür. فَنَظَرْتُ إِلَى هَذَيْنِ الصَّبِيَّيْنِ يَمْشِيَانِ وَيَعْثِرَانِ فَلَمْ أَصْبِرْ حَتَّى قَطَعْتُ حَدِيثِي
və rafa'tuhuma. Mən bu iki, Peyğəmbər s.ə.v deyir, mən bu iki gah yeriyib, gah yıxılan uşaqlara baxdım və dözə bilmədim. Dayana bilmədim, xütbəmi dayandırdım, minbərdən düşdüm və aldım onları qucağıma. Allah Resulü sallallahu aleyhi ve sellem hədis səhihdir. İmam Tirmizi rahiməhullahın Sünən əsərində gəlir və Şeyx Albani deyir ki, bu rəvayət səhihdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, mən o iki oynayan, şirin uşaqları görməyə dayana bilmədim və dərsimi, söhbətimi dayandırdım və aldım onları qucağıma. Bu heç də qərib deyil, dəyərli qardaşlarım. Yəni, bəzən məsələn, dərs əsnasında alimlər, elm əhli, müəllimlər nəsə xoş bir, şirin bir şeylə qarşılaşanda dərslərini dayandırırlarmış və gedib onunla məşğul olurlarmış. Sonra gələr, insandır, əlhəmdülillah. İnsan ona sevimli olan, onun xoşuna gələn şeyi görəndə özünü dayandırıb saxlaya bilmir. Rəvayət olunur ki, günlərin bir günü İmam Əbu Hanifə rahiməhullah tələbələrinə dərs keçir. Bu vaxt anası çağırır. Ananı görür. Anası çağırır ki, gəl toğuğa cüzüyə dən dök. Gəl toğuğa cüzüyə dən dök. İmam Əbu Hanifə dərsi saxlayır. Gedir toğun, cüzənin, dənin, suyun, arpasının, buğdasını verir və sonra gəlir dərsinə davam edir. Tələbələrinə deyir ki, yəni elm öyrətmək, dərs keçmək ananın haqqına çatmır. Ananın haqqı olan hamısından yuxarıda, üstədir. Dəyərli qardaşlarım, Həsən radiyallahu anhu qardaşı Hüseynlə birlikdə cənnət əhlinin, cavanlarının ağasıdır. Peyğəmbər s.ə.v buyurur ki, Əl-Həsənu vəl-Hüseyni seyyidə şəbəbi əhlil cənnət. Həsən və Hüseyin cənnət cavanlarının ağasıdır, seyyididir. Həmçinin Hüzeyfədən rəvayət olunan hədisdə yenə Peyğəmbər s.ə.v buyurur ki, İnnə həzə mələkun ləm yənzilil arda qattun qablə həzihil leylə. İstəzənə rabbəhu ən yüsəllimə aleyyə və yübəşşirani bi ənə Fatimətə seyyidu nisəyi əhlil cənnət və ənəl Həsənə vəl-Hüseynə seyyidən şəbəbə əhlil cənnət. Deyir ki, Peyğəmbər s.ə.v həqiqətən də bu mələk həmişə yer üzərinə nazil olanda, bu gecədən savayı, həmişə yer üzərinə nazil olanda Rəbbindən icazə istədi və mənə salam verdi. Mənə salam verdi. Və mənə müjdələdi ki, Fatimə cənnət qadınlarının seyyidi ağasıdır. Həsən və Hüseyin isə cənnət cavanlarının seyyidi və ağasıdır. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, Həsən onun əhli beytində. Ayşə radiyallahu anhədən rəvayət olan hədisdə deyir ki, xaracən Nəbiyyü sallallahu aleyhi və səlləmə fis-sabah. Peyğəmbər sallallahu aleyhi və səlləm səhər demək evdən çıxdı. Və aleyhi mirdun murahhalun min şa'rin əsvəd. Nəv'un minəth-thiyabi. Və əlində bir paltarın bir növü var idi. Fəcəəl Həsən ibn Ali fəədxələhu. Həsən gəlir və Həsəni daxil o paltarın altına. Və cəəl Hüseyn fədəxələ mə'ah. Hüseyin gəlir, Hüseyni də alır o əbasının altına. Fatimə gəlir və Fatiməni də alır əbasının altına. Və Əli gəlir və əlini də əbasının altına alır. Sonra deyir ki, İnnəmə yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyt və yutahhirakum təthira. Ey əhl-i beyt! Həqiqətən də Allah istəyir ki, sizdən kiri, günahı təmizləsin və sizi təmiz etsin. Allah Teala bu əlbəttə ki, Peyğəmbər s.ə.v-in əhl-i beytinin fəzilətini göstərirdi. Və Həsən Peyğəmbər s.ə.v-in tərbiyəsində böyümüş şəxs idi. Qardaşı Hüseynlə birlikdə Peyğəmbər s.ə.v-in tərbiyəsində böyümüş bir şəxs idi. Çox elmli bir sahabi idi. Və Peyğəmbər s.ə.v-lə babasından çoxlu sayda hədislər öyrənmişdi. Həmsinin atasından, həmsinin anasından çoxlu sayda hədislər öyrənmişdi və Şə'bi kimi, həmsinin Əl-Museyyib ibn Nəcbəh kimi şəxsiyyətlər ondan elm götürmüşdür və ibadətdə də çox
demək qabaqda idi. Və Ali ibn Cüd'an deyir ki, 25 yaşında ikən demək yeriyə həccə getdi. Yeriyə həccə getdi və həcc ibadətini demək yerinə yetirdi. Hətta gənc artıq yaşlarında. Və Peyğəmbər s.ə.v-in bu nəvəsi Həsən radiyallahu anhu deyir ki, məsciddə namazların qılardı və hər sübh günəş çıxana qədər oturardı məsciddə, zikirləri eləyərdi və günəş çıxana qədər orada oturub demək Allah'a zikr eləyərdi. Və Həsən radiyallahu anhunun nə qədər ibadət etməyini bizə göstərir. Həmçinin Səid ibn Abdüləziz rahiməhullah buyurur ki, Səmi'əl Həsən ibn Ali rəculən ilə cəmbihi yəsəlullaha teala ən yərzuqahu 10.000 dirhəmi. Günlərin bir günü Həsən eşidir ki, yanında bir nəfər şəxs Allah'tan 10.000 dirhem istəyir. 10.000 dirhem istəyir. Həsən gedir, qayıdır evinə və 10.000 dirhəmə əmr edir ki, aparın verin ona. Görür ki, eşidir ki, yanında bir nəfər şəxs Allah'tan ruzu istəyir, mal mülk istəyir, 10.000 dirhem. Və bu zaman Həsən gedir evinə və əmr edir ki, aparın bu 10.000 dirhəmi verin ona. Və bu da onun nə qədər əli açıq, nə qədər səxavətli olmağını göstərir. Və rəvayət olunur ki, günlərin bir günü Həzrət Əli xütbə verilmiş. Və deyir ki, İnnəl Həsən ibn Ali qad cəmə'ə mələ. Həsən mal mülk topladı. Və huvə yuridu ən yəqsiməhu beynəkum. Və o istəyir ki, bu malı sizin aranızda bölsün. Fəhadaran nəsu və insanlar gəlir. Fəqaməl Həsən, Həsən qalxıb deyir ki, İnnəmə cəmə'tuhu lil-fuqarai. Mən bu qədər malı mülkü kasıblar üçün yığdım, qazandım, topladım. Fəqamə nısfən nəsi və insanların yarısı qalxır gəlirlər. Həzrət Əli xütbədə deyir ki, Həsənin çoxlu mal mülkü var. İstəyir ki, onu insanların arasında bölsün. Bunu eşidən zaman cəmaət gəlir. Cəmaət gəlir o maldan, o mülkdən götürməyə. Və Həsən deyir ki, mən bu qədər malı mülkü bölmüşəm ancaq kasıblar üçün. Mən bu qədər malı mülkü yığılmışam ancaq kasıblar üçün. Və cəmaətin yarısı qayıdır və qalan yarısına Həsən radiyallahu anhu demək malın verir. Və çoxdur dəyərli qardaşlarım, yəni onun nə qədər ən açıq olması, nə qədər səxavətli olması və nə qədər ibadətlərdə üstün, fəzilətli olması ki, burada bu var. Həmçinin səhabələr Həsənə qarşı çox hörmətli idilər. Və buyurur ki, Muhammed ibn İbrahim ət-Teymi Ləmmə dəvvənə Ömər ibn-l-Xattab ət-Divan, Ömər radiyallahu anhu divanı qurduqdan sonra və faradal ataə və artıq fərz edir malın mülkün verilməsin. Əlhəqəl Həsənə vəl-Hüseynə bi faridati əbihimə mə'ə əhli Bədrin. Həsəni və Hüseyni atalarının əvəzində Bədir əhlinin siyahısına qatır. Liqarabətihimə min Rasulillahi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmə ən yaxın iki şəxs olduqlarına görə. Və farada likulli minhumə 5.000 dirhəmin. Və hər birinə əmr eləyir ki, 5.000 dirhəm verilsin. Ömər radiyallahu anhu xəzinədən maaşlar ayırmışdı və ən çox verirdi Bədirdə iştirak edənlərə. Və Bədirdə iştirak edənlər arasında ataları Əli var idi. Və Əlinin əvəzində və Peyğəmbər s.ə.və yaxın olmaları səbəbilə Həsənə və Hüseynə də 5.000 dirhəm verilməsini əmir etmişdi. Həmçinin çox şücaətli idi, qəhrəman idi. O vaxt ki, xavariclər Osman radiyallahu anhunu qətlə yetirmək istəyəndə Həsən və Hüseyin ikisi də atalarından icazə alır ki, ata bizə icazə ver, gedək Osmanı müdafiə edək. Və Əli ikisinə icazə verir. Gedin, Osmanı müdafiə edin. Və cəmaət onları müxtəlif mövqelərdə, cəmaət Osmanı müxtəlif mövqelərdə müdafiə edirdi. Amma Həsənlə Hüseyin düz gəlib dayanmışdı Osmanın qapısının ağzında. Hansı ki, evə daxil olan yerdən. Osmanın qapısının ağzında dayanıb, yəni o da
yəni o müxaliflərin, o xavariclərin girdiyi yer idi. Amma nə qədər şücaətli idilər, məhz onların gələcəyi yerdə dayanmışdı Həsən və Hüseyn. Həmçinin dəyərli cəmaət, Həsən radiyallahu anhunun demək fəzilətindən göstərir İstanbulun fəthində olması. Yəni İstanbulun fəthində Hüseyn radiyallahu anhunun olması Muaviye'nin oğlu Yezid'in komandirliği. İlk defa İstanbul Müslümanlar tərəfindən Muaviye'nin xilafəti zamanı Yezid'in komandirliği ilə mühasirəyə alınır. İlk defa hücum onda olur. Yəni fəth hərəkatı o vaxt olur. Və Yezid'in komandirliği altında var idi Həzrət Hüseyn, həmçinin Abdullah ibn Abbas, həmçinin Əbu Əyyub Əl-Ənsari kimi məşhur şəxsiyyətlər. Hətta az qalırlarmış ki, şəhəri fəth eləsinlər. Lakin şiddətli soyuq və düşmənin müqaviməti səbəb olur, fəthə müvəffəq ola bilmirlər. Dəyərli qardaşlar, rəvayətlər çoxdur Həsən haqqında. Əlbəttə ki, onların fəziləti, Peyğəmbər s.ə.v sahabələri, xüsusən də Həsənin və Hüseynin fəziləti olduqca böyüdür ki, İmam Əhməd ibn Həmbəl rahiməhullah deyir, fəziləti haqqında ən çox hədis gələn sahabələrdəndir. Həzrəti Əli, Həzrəti Hüseyn və Həzrəti Fatimə, Allah Teala onların hamısından razı olsun, dəyərli, qiymətli qardaşlar. Və bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləmdən Həzrəti Həsən rəvayət edir və inşallah hədisin şərhin gələn dərsimizdə Allahın müvəffəqiyyəti ilə öyrənəcəyik. Burada kifayətlənəyin. Allah subhanahu və teala Peyğəmbər sallallahu aleyhi və səlləmin iki reyhan ətirli Həzrəti Həsəndən və Həzrət Hüseyndən razı olsun. Allah subhanahu və teala bizləri cənnətdə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə, eləcə də onun səhabələri ilə, eləcə də onun əhl-i beyti ilə, eləcə də onun iki reyhan ətirli nəvəsi Həsən və Hüseyn ilə birlikdə etsin. Allah subhanahu və teala bizlərə müvəffəq etsin. Onlar kimi Allaha ibadet etməyi, onlar kimi əl-açıq səxavətli olmağı, onlar kimi Allah yolunda dəvət aparıb döyüşən, sülhə, mehribansılığa, qardaşlığa can atan və Allahı zikr edib, Allahı xatırlayan bəndələrindən. Əziz, qiymətli, dəyərli qardaşlar. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi